Salam, hər kəs xoş gördük. Bizim Toylar kanalında yeni maraqlı bir video ilə yenidən qarşınızdayım dostlar. Bu dəfəki videomuzun mövzusu başlıqdan da artıq sizlərə məlumdur. Bu görmüş olduğunuz Cerebris toyuqları kürt düşürmü? Bu suala bu videoda aydınlıq gətirməyə çalışacağıq. Amma ilk öncə kanala abunə olun, fikirlərinizi rəy bölməsində yazın. Çünki çox insan videolarımızı izləyir, amma kanalımıza çox təəssüf ki, abunə olmadan keçirlər. Mən çalışdığım qədər sizlərin bütün suallarınızı toyuqlarla bağlı, kənd təsərrüfatı ilə bağlı bildiyim suallara cavab yazmağa çalışıram. Bilmədiklərimi də öyrənib yenidən sizlərin suallarını cavablandırıram. Sizlərdən isə xahişim budur ki, kanalımıza abunə olun. Bu videoda ümumiyyətlə Cerebris toyuqlarının kürt düşüb düşmədiyini sizlərlə aydınlaşdıracağıq. Ümumiyyətlə Cerebris toyuqları haqqında qısa bir məlumat verim. Bu toyuqlar il ərzində 200-ün üzərində yumurta verirlər və əsasən ətli yumurtalıq olaraq saxlanılan bir cinsdir. Burada görürsünüz bizim bu iki Cerebrislərimiz var. Hazırda burada belə qatıq suyu içirlər. Təbii kalsium ehtiyacıdır bu da onların. Təbii kalsium ehtiyaclarını belə öyrətdirirəm. Çünki hazırda qapalı şəraitdədirlər, bu setka şəraitindədirlər. Çöldə olanda müəyyən yerlərdən təbii kalsiumu alırdılar, amma hazırda belə bu yolla onlara kalsium ehtiyaclarını ödəyirəm. Həm də yay olduğundan maye ehtiyaclarını bu yolla ödəyirlər. Burada bir toyuğumuz var. Qağıltısı götürüb aləmi bilməm. Yumurtlamaq istəyir yoxsa yox. Səhərdən baxır mənə. İlk öncə biz burada hinimizi daxil olaq. Burada bizim toyuqlarımız var. Yumurtlamaq istəyən toyuqlarımız. Amma bu toyuğumuz isə kürt düşüb. Görmüş olduğunuz kimi bu bir Cerebris cinsidir. Hardasa bir həftədir ki, artıq burada yatır. Bəzən oyanır. Gəlib toyuqlarla yemək yeyir, yenidən belə inkubasiya dövrünə davam edir. Bu toyuqların ümumiyyətlə kürt düşməyi çox nadir hallarda görsənir. Çox nadir hallarda bu toyuqlar kürt düşürlər. İnkubasiya instinktlər demək olar ki, çox aşağıdır. Mənə də rəy bölməsində çoxlarınız yazırlar, qeyd edirlər ki, bu toyuqlar kürt düşür, düşmür. Yəni öz gözümlə görməmişdim. Öz təsərrüfatımda ilk dəfədir ki, Cerebris toyuğu da görmüş olduğunuz kimi kürt düşüb. Hazırda kürt düşən toyuqlarımın sayı 2-dir. Aktiv yatırlar, belə deyim. Altlarında yumurta var. Burada hətta bir toyuğumuz var. Onu da göstərə bilərəm sizə. Bu bir toyuğumuz. Bir toyuğumuz da o biri damımızdadır. İnşallah qismət olsa ora geçsəm, onu da sizlərlə paylaşacağım. Orada da bir qara toyuğumuz var. O da kürt düşüb. O da hazırda inkubasiya dövründədir. Keçən videolarda göstərmişdim ümumiyyətlə. Mövzumuz hazırda kürt düşmə ilə bağlıdır. Bu ağ dişi ördəyimiz də inkubasiya dövrünü yekunlaşdırdı. Altına ilk öncə yumurta, ördək öz yumurtalarını qoymuşdum. Sonradan isə o yumurtalardan cəmi 3 bala çıxmışdı. Biri belə deyim, elə bala vaxtı öldü. Hazırda ikisi qalıb. Bu ördəyimizin altına yenidən toyuq yumurtaları qoydum və oradan da 5 bala çıxartmışdı. Bu da belə deyim, bazardan aldığım ördəklərdir. Bu 4 bala. Bu da erkək ördəyimizdir. Bunların da deyəsən ikisi erkək, ikisi dişidir. Deyəsən yox, elədir. Hazırda toyuqlarımla bağlı bir problemim yoxdur. Hər şey öz qaydasındadır. Ümumiyyətlə Cerebris toyuqları haqqında danışmaq istəyirəm biraz. Dediyim kimi biraz kürt düşmə ilə bağlı problemləri var bu cinsin. Çox nadir hallarda kürt düşürlər. Hazırda mənim görmüş olduğunuz kimi göstərdim bayaq hinimizdə o toyuğumuz kürt düşüb, inkubasiya dövründədir. Amma altında heç bir yumurta yoxdur. Çünki havalar artıq isinir. Burada da bizim yeni sürümüzün qonaqları var. Təsərrüfatımıza yeni gəlib bu qaz balaları. Biraz yaxınlaşdırım, sizlər də görün. Bunlar dostlar yeni almışıq. 3 ədəddir. Əsasən bunları biz ətli saxlayırıq. Qış aylarında belə deyim, ət ehtiyacımızı bunlarla ödeyirik. Digər ördəklərimiz də o biri tərəfdədirlər. Onlar da həyatda gəzirlər. Bunlar azaddılar. Yaşıllıqlar var orada. Yaşıllıqlarla da rahatlıqla qidalana bilirlər. Amma toyuqlarım isə görmüş olduğunuz kimi belə bisetka şəraitindədirlər. Yəni ətrafları tutulub. Hazırda belə bir şəraitdədirlər. Görmüş olduğunuz kimi burada da ayran suyumuzu 2 qab idi. Bir qabın bitiriblər. İndi qara toyuğumuz orada didir. Digərini isə bitirməyə doğru gedir. Bir xəbərim də var dostlar sizə. Deməli o toyuqları görün. Görə bilirəm yoxsa yox.
Bizim balalı 2 toyuğumuz var idi. Biri bu hində idi, biri də o biri damımızdaydı. Cələr yaman ürkəyin olurlar. Demək, 2 sürünün ikisini də birləşdirmişəm. Damda olan toyuğumuzun 5 balası var idi. Burada da 12 bala, 17 düzə var hazırda burada. Analarından ayrılmışam artıq. Rahat, yəni inkişaf edəcəklər burada. Birazdan bunları da yaşıllıq bir yerlərə buraxacağam. Rahat, belə deyim, ot ehtiyaclarını, həşərat ehtiyaclarını, ümumiyyətlə protein ehtiyaclarını ödəyəcəklər. Bu toyuğumuz yumurtlamaq istəyir. Musiqisi, amma adamın başını ağrır həqiqətən də. Sizlərin təsərrüfatında Cerebris toyuqlarının küt düşməyinə şahid olmuşsunuzsa, rəy bölməsində yazın. Ümumiyyətlə Cerebris toyuqları küt düşürmü, küt düşmürmü, rəy bölməsində qeyd etsəz, əla olar. Hazırda isti yay dönəmidir dostlar. Toyuqlarınıza nə verirsiniz, bunlar da rəy bölməsində yaza bilərsiniz. Ümumiyyətlə təsərrüfatınızın artmağını istəyirsinizsə, yəni daha çox toyuğa sahib olmaq istəyirsinizsə, yəni istəyirsiniz ki, toyuqlarınız küt yazsın. Buraxmadır, kənd toyuqlarıdır, Orpingtonlardır, yəni bunlardan alıb, yəni onların ümumiyyətlə küt düşmə instinkti, inkubasiya instinkti daha yüksək olur bu cerebrislərə baxanda. Amma yox, istəyirsinizsə yumurtalıq toyuq saxlamaq fikriniz var, o zaman belə cerebrislər saxlaya bilərsiniz, legolinlər, atakslar saxlaya bilərsiniz. Bunların həqiqətən də yumurta performansı çox yüksəkdir. Yəni yumurtalıq ətlik olaraq cerebrislərin üzərinə məncə yoxdur. İldə 200-ün üzəri yumurta verir bu toyuqlar. Məncə yumurta ehtiyacınızı il boyu ödəyə biləcək bir cinsdir. Bir də toyuqların küt düşməyi əlbəttə ki, saxlanma şəraitindən də və yaxud da qidalanmadan əsasən daha çox asılıdır. Mən toyuqlarıma ümumiyyətlə rəy bölməsində yazırdınız ki, toyuqları necə küt sala bilərəm. Əsasən bu aprel-may aylarında daha çox, fevral, mart, bu aylarda daha çox rəylərdə suallar verilirdi mənə. Hazırda burada bir mənzərə var, onu ilk göstərim, sonradan mövzumuza qayıdarıq. Bu bizim ana toyuğumuzdur. Bu cerebris'in yanına girmək istəyirdi, bu da ona icazə vermədi. Deməli, mən qida olaraq bunlara nə verirəm dostlar? Qida olaraq istəyirəmsə, əgər küt düşsünlər, çörəyi suda isladıb verirəm, qara unla qarışdırıb biraz elə vermişəm. Yəni, çörək mayalı qidalar verməyə çalışmışam. Həqiqətən də işə yaradı bu. Bu illəri maşallah olsun ki, toyuqlarımız küt düşürlər. Ördəyimizdən tutmuş. Yəni, o ördəklərin də küt düşməyi biraz çətin məsələ idi. Sonra pul biber qidalarına, yemlərinə qatıb vermişəm, qırmızı istiyor. Bu da onların küt düşməyini sürətləndirir. Həqiqətən də bu vasitələr işə yaradı. İstəsəz bu haqda məlumat almaq kanalımda var. O videolarda keçirilib baxa bilərsiniz. Mən ümumiyyətlə çalışdığım qədər toyuqlarıma təbii şəraitdə, təbii qidalar, təbii yemlər verməyə çalışıram. Yəni burada belə deyim, qapalı şəraitdə olsalar belə, yəni yerdən bəlkə görmüş olarsınız, yaşıllıqlarla təmin etməyə çalışıram. Belə təbii ağartı məhsulları ilə təmin etməyə çalışıram ki, həm yumurtaları dadlı olur, həm də ki, özlərinin inkişafları sürətli gedir. Burada məsələn, bizim bu ağacımızın da altına yığılıblar. Hətta onları bitlərdən, birələrdən mühafizə etmək üçün, qorumaq üçün yenə də təbii üsullardan istifadə edirəm. Çalışdığım qədər əlbəttə ki, kimyəvi üsullardan, dərmanlardan da istifadə etmişəm, amma belə deyim, təbii üsullar artıq işə yaramayanda edirəm. Ümumiyyətlə, profilaktik məqsədlə çox işlər görürəm ki, toyuqlarımda hansı ki, xəstəliklər olmasın, sağlam olsunlar. Yəni, sağlam toyuqlar həm yumurta verər, həm də küt yatar. Yəni, sağlam olmayan toyuqdan biz heç bir şey gözləməyimizə dəyməz əlbəttə ki. Sizlər toyuqlarınıza hansı üsullarla, hansı vasitələrlə baxırsınız, ümumiyyətlə onların qayğısına necə qalırsınız, rəy bölməsində qeyd edə bilərsiniz. Bu video boyunca bu bizim toyuğumuzun səsi kəsilmədi ki, kəsilmədi. Elə hey oxuyur, elə hey oxuyur. İnşallah ki, gedib o yumurtasını qoysun tezliklə, bizim də canımız qurtarsın onun da. Qışda toyuqlarıma kələm verirdim ki, immun sistemlərini həm artırır, həm də o qışın soyuğunda yumurta məhsuldarlıqları da müəyyən qədər olurdu. Yəni, çalışdığım qədər, yenə deyirəm, təbii vasitələrdən istifadə etməklə toyuqlarıma baxıram. Sizlərə də bunu məsləhət görürəm əlbəttə ki, yəni istəsəniz
bu üsullar kanalımda var. Keçid onlara baxa bilərsiniz. Kanalımıza abunə olun, videoları bəyənin dostlar, dəstək olun bizə. Artıq videonu burada bitirirəm. Yəni mən göstərmək istədim ki, bu videoyla servis toyuqları küt düşə bilir. Yəni saxlanma şəraitindən asılıdır. Amma toyuğumuzun altına yumurta qoysam məncə əlbəttə ki, daha yaxşı olar. Həm bunu sizinlə paylaşacağam, həm də ki onun balalarını, yəni yanında bala olmağını görmək hamımıza məncə xoş olar. İnşallah ki, gələn videoların birində bu videonu da paylaşacağım sizlərlə. Ona görə də bizim Toyuqlar kanalına abunə olun və orada bildirim zınqrov işarəsi var. Ona da aktiv edin ki, gələn yüklənən videolardan kanala ilk xəbərdar siz olasınız. İnşallah yeni videolarda görüşərik. Özünüzü qoruyun, Allah amanında olun. Görüşənədək.